diqqətinizə çatdırdığım mübarək surə bildiyiniz kimi Qur'an-ı Kərimin Fələq surəsidir. Uca Allah bu surədə bir neçə mühüm məsələyə xüsusi olaraq toxunmuşdur desək yanılmarıq. Əvvəla bildiyiniz kimi hər bir surənin və ya hər bir ayənin özünün nazil olma səbəbi vardır. Təfsir elmində buna şə'n-i nüzul və ya səbəb-i nüzul deyilir. Nə üçün bu surə və ya bu ayə nazil olubdur? Əvvəla bunu xüsusi olaraq qeyd edək ki, Əhl-i Beyt məktəbində bu surənin nazil olması haqqında dəqiq bir məlumat yoxdur. Əlimizdə səhih bir hədis yoxdur ki, ona əsaslanaraq deyək, bu surə filan hadisəyə görə nəql olunubdur. Böyük alim Əllamə Təbətəbai Təbrizi Əl-Mizan təfsirində ümumi olaraq belə qənaətə gəlib ki, bu surənin nazil olmasının səbəbi müsəlmanları qorumaq üçündür. Lakin ümumi İslam hədis ədəbiyyatına baxdıqda görürük ki, bəzi mənbələrdə bu surənin nazil olması haqqında bəzi rəvayətlər qeyd edilibdir. O rəvayətlərdən biri Peyğəmbər əleyhissalama sehr olunmuş və həmən sehri sındırmaq, həmin sehri ləğv etmək üçün Cəbrail əleyhissalamın bu surəni gətirdiyi nəql edilir. Lakin bunu istəyirəm biləsiniz ki, Əhl-i Beyt məktəbində bu məsələ qəbul edilməzdir. Yəni, Peyğəmbərə heç bir kənar qüvvə təsir göstərə bilməz, Peyğəmbəri heç bir sehr, cadu və bu kimi işlər öz təsiri altına sala bilməz. Əgər Peyğəmbər əleyhissalama sehr olsaydı, əgər bəzilərinin dedikləri kimi Peyğəmbər əleyhissalam bəzən nəuzu billah nə dediyini bilməsəydi, o zaman hansı ilahi vəhiydən söhbət gedə bilərdi? Deməli, bu surənin şə'n-i nüzulu, yəni nazil olmasının səbəbini biz %100 olaraq dəqiq məlumat əsasında deyə bilmirik ki, hansı səbəbdən bu surə nazil olmuşdur.